avtomobilimiz 2 turbo optimadır, 2014-cü. Buna nə edirik? 2 sadə mühərriki yağ nasosundan əvəz edirik. Çək yaxından bir dənə zəhmət olursa, bax, nasosu yerləşdirmişik bura, botlar dəyişilir, karter dəyişilir və orada başqa bir işlər də görünür, onda demirəm, nə edirik? Deməli, videolar çıxır qabağıma bir çox. Bildir ki, drajeniya verir, sadə nasos qoyanda. Mən qoydum sadə nasosda drajeniya verə bilməz. 1 gramda olsun drajeniya versə, açıram, götürüm, pulunuzu da geri qaytarım. Bir benzin rasxodu çox olur. Qardaş, bu balansvallar ləğv elində ümumiyyətlə benzin rasxodu aşağı düşür. Minimum 1 litr fərqilir. Necə deyə bilərsiniz? Benzin rasxodu çox olur sadə nasos qoyunda. Benzin rasxodu aşağı düşür. Drajeniya qətiyyən verə bilməz. Yağ karterdə dəyişdiyimizə görə olduğu ölçüdə qalır. Əvvəl məsələn tutumu isə 5 litr, indi tutur 4 litr, 900 qram. Keyfiyyət də yüksək olur. Bunun, yəni mən indi demirəm, ölü götürüb 1.5, 1.4 təzyiq düşmüş maşınlara bu nasosu qoyub, sonra kimsə video çəkib paylaşmasın və deməsin ki, bax, sadə nasosla da motor dağılır. Xeyr, sadə nasosla motor dağılmır. Necə dağılmır? Təzyiqi normal. 1-dən yuxarı 1.5, 1.4, 1.3 olan vəziyyətdə qoyanda. Sən götürüb 0.5, 0.4, 0.3 təzyiqdə nasosu qoysan, təbii ki, dağılacaq da. Buna nə köməkli elə bilər ki, val gedib, qladışlar gedib, şatunlu qladışlar gedib, hamısı bərbat gəlir, nasosda heç bir köməkliyə bilməz. Qardaş, təzyiqi düşəndə, vaxtında bu nasosu dəyişin, motor dağılmağından canınızı tutarsın. Mən də sizə deyə bilərəm, gətirin motoru zıbır söküm, qoyum yerə, bu qladışları dəyişim, nə bilim, valı yondurum, 1500-2000 mən də istəyə bilərəm. Tək mənim yanımda hard diskdən gedim, bilən adamda nasosu düzgün şəkildə üstünə yerləşdirsinlər, mühərrik dağılmayacaq. Sağ olun, var olun.